Axşamınız xeyir, necəsiz? Nə var, nə yox? Mənim adım Bəybaladır. Özü də Şərurdanam, qardaş. Mən bugün sizə Cırtdanın nağılını danışacağım. Demək, bir günləri Cırtdan uşaqlarla geyirlər yeyib-içməyə. Özü ordubal uşaqlarına. Demək, geyirlər yeyib-içməyə, danqılı araqdan o qədər zırrayırlar ki, açarlarını itirirlər də konkret. Gəlirlər ev axtarmağa. Açarlarını itiriblər də bə. Gəlirlər, girirlər bir dənə daxmaya. Girib yatışırlar. Sən də mən ev bilirsən kimin evidir? Divin. Sən bilmirsən divin evinə gəlsən, niyə? Nəysə, bunlar yatışmağında olsun, mən sizə danışım kimdən? Divdən. Demək, div, maaş yox, pul yox, iş yox, ac qarnına, özə hirslənir. Qayıdır evə. Gəlir, girir evə, görürlər qapını açır, bu nə də? Pendir, rezin, ayaqqabı, üfunət götürüb aləmi. Div hirslənir, qapını açır, başını salır içəri. Kişi səsinə, belə qalın səsinə deyir. Kim yatmış, kim o yox? Elə bu momentdə Cırtdan nazik səslə qayıdır ki, Ami yatmış, Cırtdan o yox. Özə bizdir da, nazik səslə deyir. Div hirslənir. Qayıdır, qardaş, qurumsaq. Kim yatmış, kim o yox? Cırtdan gənə qayıdır ki, Ami yatmış, Cırtdan o yox. Div nətər hirslənir, nervunu bunun tapasına deyir, dayyuz. Mənim nervlərimlə nə oynayırsan, deyirəm, kim yatmış, kim o yox? Cırtdan gənə qayıdır ki, Ami yatmış, Cırtdan o yox. Deyirəm da, div girir içəri, soxulur içəri, tutur Cırtdanın hülqumundan qaldırır, deyir, Cırtdan, sən niyə belliysən, Elə bu momentdə bütün millət ayılır. Qayıdırlar ki, Div, qardaş, başıma dönüm, eləməd, biz səhv eləmişik, bıraq Cırtdanı. Div qayıdır ki, bizən nə var? Qurumsaqlar, sizi hamımızı oteretlə yiyəcəyəm. Birinci bir Cırtdandan başlayacağım. Nə deyəsən, Cırtdan qayıdır bir dəqiqə dayan, nə altdan düşürsən, Sən babəkdən deyilsən? Div qayıdır, nə daxili var, Bir dəqiqə dayan, sən çiçəyin qardaşı deyilsən? Deyir, sən mənə tanımadın? Sən kimsən, Qurumsaq. Deyir, mən Şaiqin qardaşı oğluyam da. Div qayıdır ki, hansı Şaiq, mənim kirvəm Şaiq, çıqqılı Şaiq, mırıqdı Şaiq. Div Cırtdanı deyir, biz qohumuq ki, qardaş, deyir, bəs nə? Qardaş, bizə dava yaraşmaz, gedək yeyib-içmə. Cırtdan qayıdır ki, qardaş, yeyib-içmə problem deyil, şot sənlikdir. Div qayıdır, qardaş, biz şot altında qalan oğlan deyilik, gedək yeyib-içmə, hamımız aparıq. Bunlar durub gedirlər yeyib-içməyə. Nağıl qutardı, göydən 3 dənə, yox, almaz at düşüb eləmədi. Göydən 3 dənə ordubaq eyvazı düşdü. Üçü də sizin. Məzat lazım deyil. Neyin, mən daş kimi eyvadır, adam başına düşür partlayar, nəyimə lazım da. Salamat qalın, bayramımız mübarək gələn nağıllara kimi. Davay, sağ ol.